Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli izləyicilər. Hər birinizi salamlayırıq bu gözəl gündə, bu mübarək ayda. Allah bütün tutduğunuz orucları və etdiyiniz ibadətləri ən ali dərəcədə qəbul eyləsin inşallah. Dəyərli dostlar, bildiyiniz kimi Ramazan çıxışlarımız öz axarında davam eləyir, bildiyiniz kimi. Amma qısa bir elan vermək istəyirəm. Ondan sonra keçəcəm inşallah. Dəyərli dostlar, çox bu yönlü mənə də bildirişlər gəlir, elə dostlara da xəbər yollayırlar. Dəyərli dostlar, fəlsəfə tarixi və elm tarixi, indi mən elə deyirəm də, rəsmi adı fəlsəfənin qısa tarixi və elmin qısa tarixi dərslərimiz dayanmadı. Bəzi şəxslər mənə mesaj göndərdilər ki, deyirlər ki, tamamilə dayandı mı ruh və insan kimi bir müddətlik? Niyə? Xeyr, dəyərli dostlar. Sadəcə biraz sıxlıq olduğuna görə həm məndə, həm burada bizi əyləşirdilər, dinləyirdilər dostlar, həm onlarda, həm də bizim bu günlük çıxışlarımız da var, hər gün efirə gedən. Ona görə də biz belə bir qərar aldıq ki, daha rahat anlayacağımız gözəl bir şəkildə Ramazan ayından sonra inşallah. Ramazan ayı bitdi inşallah ki, bayramı da keçirəcək, ondan sonra Novruz bayramı da var. Qarşıdan gələn ilə Novruz bayramımızı da təbrik edirəm. Belə o bayramı da bitirdikdən sonra inşallah ki, dəyərli izləyicilərimiz çıxışlarımız öz axarında davam edəcəkdir inşallah. Narahat olmayın. Bu elanı da vermək istərdim. Deməli, bizim ana başlığımız qulluğun mahiyyəti idi. Bugünkü alt başlığımız, indi belə deyirəm, belə adlandırıram. Yəni, bugün 9-cu çıxışımız nəfsin mərtəbələri haqqında olacaqdır. Nəfsin mərtəbələrinə qısa bir baxış keçirəcəyik, dəyərli dostlar. Və təbii ki də hər birinizi, xüsusilə bu, belə deyək ki, çıxışları diqqətlə dinləməyiniz çox önəmlidir həqiqətən ki, çünki nə qədər olmasa da hərə öz payına bir neçə nəticələr çıxaracağıq buradan inşallah ki. Bilirsiniz ki, bizim bundan əvvəlki çıxışlarımızda biz bir neçə nəticələr çıxarmışıq. Artıq biz nəfs haqqında danışırıq. Belə adlandırım, bunu qulluğun mahiyyəti çıxışlarının, elə bil mövzusunun ikinci bölməsinin, belə deyək, hər bölməyi 7-7 bölürük biz. 7 bura, 7 ora, 7, 3, 4. İndi mən özüm proqramlaşdırmışam onu. Nəysə, deməli, bugün, yəni bu bölməmiz əsasən nəfs haqqında söhbət olacaqdır. Nəfs, riya, belə deyək ki, ixlasi, nəfsin mərtəbələri, qəlb haqqında, tövbə haqqında bu yönlü olacaqdır, dəyərli dostlar. Bugün nəfsin mərtəbələri haqqında danışacağıq. Ümumiyyətlə, bunu qeyd etməyimiz lazımdırsa, nəfs insanın ən böyük düşmənlərindən biridir. Nəfs insan üzərində hökmranlıq qurmaq istəyir və heç bir kənar, müdaxilə və məsləhətləri qəbul etmir. Yəni, sadəcə mən deyən olsun, mən deyən, əvvəlki çıxışlarda demişik, yeri gəlmişkən təkrar deməyimizin də elə başa düşürəm, heç bir problem yoxdur. Dedik ki, nəfs insan üçün ən böyük düşmandır və insanın da məqsədi nəfsi tamamilə yox, nəfsi tərbiyə etməkdir. İnsanın da əsas məqsədi. Keçən çıxışımızda biz belə deyək ki, yəni bu həqiqətən də bizlər üçün maraqlı bir, belə deyək ki, çıxış oldu. Nəfs nədir? Nəfs haqqında danışmışdıq ki, nəfs həqiqətən də insanı doğru yoldan çıxarır və insanın özünü doğru yoldan çıxardıqdan sonra hətta başqalarını da özünə çəkməyə başlayır. Yəni, nəfs bu qədər insana düşməndir.
Nəfs haqqında bura qədər hər şey aydındır. Nəfs haqqında müəyyən məlumatlarımız olduğuna görə bugün biz nəfsin mərtəbələri haqqında qısa deyinəcəyik. Normalda bu haqda silsilə çıxışlar eləmək olar sözüdür. İndi bizdə vaxt çərçivəsində həm də günlük çıxışlarda çox uzatmaq istəmirəm, yormaq istəmirəm. Ona görə də dəyərli dostlar, bugün biz nəfsin mərtəbələrinə qısa bir baxış keçirəcəyik. Əvvəla bunu qeyd etmək istəyirəm ki, nəfsin 7 mərtəbəsi vardır. Nəfsin 7 mərtəbəsi vardır və bunlar da nəfsi əmmarədir, nəfsi ləvvamədir, nəfsi mülhimədir, ondan sonra nəfsi mütməinnədir, davam edir, nəfsi raziyyədir, nəfsi mərziyyədir və s. İndi tam inşallah ki sıra ilə saydıq inşallah ki, sonra şərhlərdə bildirilməsin. Belə deyim ki, insan sadəcə bədəndən ibarət bir varlıq deyil. İnsan bu bədəndən ibarət deyil. İnsanın cismani tərəfi olduğu kimi insanın ruhani tərəfi də mövcuddur. Onun daxilində daim hərəkətdə olan, yön verən və insanı yüksəldən, istiqamətləndirən və yaxud da aşağı çəkən, ya yuxarı qaldıran, ya aşağı çəkən bir qüvvə vardır. Bir qüvvə vardır. Bu qüvvə İslamda, İslam düşüncəsində bu qüvvəyə nəfs deyirlər, nəfs adlandırılır. Nəfs insanın arzularının, meyillərinin və daxili istəklərinin mərkəzidir. Lakin nəfs tək bir vəziyyətdə qalmır. O insanın həyatına, seçiminə və şüuruna müxtəlif mərhələlərdən keçir. Seçiminə və şüuruna görə müxtəlif mərhələlərdə keçir. Yəni, nəfs insanın, belə deyək ki, həyatında çox böyük rol oynayır. Budur. İslam alimləri nəfsin bu kimi inkişaf mərhələsinə, yəni bu inkişaf prosesinə nəfsin mərhələləri adını vermişdir və bayaq da xüsusi sadaladığımız kimi nəfsin 7 mərtəbəsi vardır və bu mərtəbələr insanın daxili tərbiyəsinin və mənəvi yüksəlişinin bir xəritəsi kimi simvolizə olunur, yəni xəritəsi olur. İnsan bu yolu keçdikcə nəfsin əsiri olmaqdan çıxır və artıq onu idarə etməyi öyrənir. Addım atdıqca. Bu mərhələlərin ilki nəfsi əmmarədir. Əmr eləyən nəfs. Bu mərhələdə nəfs insana tabe olmur. İnsan nəfsə tabe olur. Yəni, nəfs insanı daim istəklərinə tərəf çağırır bu mərhələdə. Quranda da bu hal ifadə olunub, Quranda da qeyd olunub nəfs haqqında. Yəni, nəfs daim pisliyi əmr edər. Bu, nəfs haqqında bir çox ayələrdə var bu haqda. Bu mərhələdə insan daha çox arzularının və instinktlərinin təsiri altındadır. Yəni, bu mərhələdə elə qısacası deyim, elə uzatmayayım da. Tamamilə nəfsin arzu və istəklərinə tabidir, nəfsin quludur, iraq olsun. Yəni, burada ağıl, qəlb və vicdan rol oynamır. Hakim deyil. Söz haqqı yoxdur. Səmimi danışır. Yəni, burada söz haqqı yoxdur. İnsan bu vəziyyətdə özünü azad zənn etsə də əslində nəfsinin əsri olur, xəbər olmasa belə. Yəni, qısaca deyək, nəfsə əmmara əmr eləyən nəfs deməkdir və burada nəfs insana yox, insan nəfsə tabedir və nəfs insan üzərində böyük bir hökmranlıq qurmuş olur. İkinci isə nəfs-i ləvvamədir, ikinci mərhələ. Burada artıq vicdan rol oynamağa başlayır. Bu mərhələdə artıq insan daxili oyanışı hiss etməyə başlayır. O səhvlərini görür, özünü danlaya bilir. Hər nə qədər o etmiş olduqlarını tam tərk etməsə belə, onun yanlış olduğunu və doğru yolda olmadığını anlayıb özünü danlaya bilir, daxilən oyana bilir.
Yəni bu mərhələdə insanın daxilində iki qüvvə artıq mübarizə başlamış olur. Nəfsin istəkləri və vicdanın səsi. İnsan bəzən səhv edir, amma səhv etdiyini anlayır və peşmanlıq hiss edir. Bu mərhələ mənəvi inkişafın başlanğıc mərhələsinə aiddir. İnşallah ki, dəyərli dostlar, əgər ki tam qaranlıq olsa, biz inşallah ki, mənim də fikrimdə var, gələcək biz sırf dərslərimiz var elə qabaqda, dostlar da iştirak eləyəcək, qəşəng, maraqlı, siz izləyicilərimiz də. İndi bu sadə çəkilişdir, sizlər üçün hazırlanan sırf. Orada mən daha dəqiq inşallah deyinərəm. Sırf xüsusi hazırlaşıb daha dəqiq deyinərəm. İndi burada vaxt azlığına görə məcbur inşallah ki, siz də özünüz qeyd edib, təfəkkür və düşünərək tam anlayıb özünüz üçün nəticə çıxara bilərsiniz. Üçüncü mərhələyə gəlib çatdıq. Üçüncü mərhələ nəfsi mülhimədir. Bu mərhələdə insanın qəlbi ilham almağa başlayır. O yaxşı ilə pisi daha aydın ayırd edib görə bilir və doğruya yönəlmək üçün artıq daxili bir güc hiss edir. Daxilən bir güc hiss edir özündə. İnsan qərarları artıq sadəcə istəklərə deyil, mənaya, həqiqətə uyğun şəkildə formalaşmağa başlayır burada. Bunun bir üstü nəfs-i mütməinnə. Bu mərhələdə insanın qəlbi artıq sakitlik tapır. Aram olmuş nəfs, aram olmuş qəlb. Nəfs artıq üsyan edən bir qüvvə deyil, tarazlıq tapmış bir hal olur. Artıq nəfs burada tərbiyə olunmuş olur artıq. Quranda bu mərhələdə belə ifadə olunur. Ey arxain olunmuş nəfs Rəbbinə qayıt. Yəni belə deyək ki, qeydlər var. Quranda bir çox ayələr var bu yönlü. Bu mərhələdə insanın daxilində bir huzur yaranır. Çünki o artıq nəfsinin deyil, həqiqətin ardınca getməyə başlayır artıq bu mərhələdə. Nəfsin daha yüksək mərhələləri də var. Bunlar artıq başqa məsələ. Raziyyə, mərziyyə. Belə deyək ki, bu mərhələdə insan Allahın hökmünə razı olur. Tamamilə Allaha uyğun yaşayır və Allah da ondan razı olur. Yəni, insan üçün bundan böyük bir neymət yoxdur həqiqətən də. Allahın ondan razı olması. Bu mərhələlərdə artıq Allah ondan razı olur. Və bu isə insanın mənəvi kamilliyə çatmasının ən yüksək göstəricilərindən biridir. Yəni, bu dərəcələrdə artıq insanın kamal dərəcəsinə çatdığını rəsmi elanı, belə deyək, verilmiş olur. Deməli, mən bayaq nə dedim? Nəfsi, bir başlanğıcda nə dedim? Nəfsi tamamilə öldürmək yox, onu tərbiyə etmək lazımdır. Yəni, deməli, nəfs insanın düşməni olmaq üçün yaradılmayıb. Əksinə, o tərbiyə edildikdə insanı kamala aparan bir vasitəyə çevrilir. Yəni, doğru istiqamət verməkdir mühüm olan. Əsas məsələ nəfsi yox etmək deyil, onu tanımaq və doğru istiqamətə yönəlməkdir. Çünki insanın həqiqi mübarizəsi başqaları ilə deyil, öz nəfsi ilədir. Nəfsini tanıyan insan özünü tanıyar. Özünü tanıyan isə həyatın mənasını daha dərindən dərk etməyə başlayar. Həqiqi ali hədəf uğrunda getmiş olar. Və bu da çox mühüm bir şeydir. Deməli, biz burada nə nəticə aldıq? Nəfs insanlar üçün düşmən olaraq yaradılmayıb. Nəfs tamamilə yox olunmaq üçün yaradılmayıb. Burada mühüm olan nəfsi tamamilə yox etmək deyil, onu düzgün istiqamətləndirərək onu tərbiyə etməkdir. Artıq bir mərhələdən sonra o həqiqi hədəf yolunda bizə yardımcı olan vasitəçilərdən birinə çevrilir və bu da insanın özündən asılı olan bir prosesdir. Dəyərli dostlar, burada da bitirirəm inşallah. Təkrardan görüşənə qədər 10-cu çıxışda inşallah ki bura qədər inşallah ki bir çox nəticələr alındı. Hər birinizə də çox təşəkkür və minnətdarlığımı bildirirəm inşallah. Çox təşəkkür edirəm ki izləyirsiniz, dinləyirsiniz. Çox minnətdaram. İnşallah ki sabah yenə görüşəcəyik. Bizim yenə görüşlərimiz var qabaqda Ramazan ayı müddətində.
İnşallah ki, maksimum dərəcədə inşallah çıxmağa çalışacağıq. Çıxışlarımızı tam şəkildə verməyə çalışacağıq. Təşəkkür edirəm dəyərli dostlar. Kimin də nə əlavə sualı, ümumiyyətlə mövzu ətrafında nə suallar olsa, inşallah nömrələr də var, dostların nömrələri və şərhlər də var. Özüm də oxuyuram o şərhləri vaxt olduqca inşallah. Hər birinizə təşəkkür edirəm. Bu mübarək ayda Allah bütün oruclarınızı və etdiyiniz ibadətləri öz dərgahında ən ali dərəcədə qəbul eyləsin inşallah. Yenidən görüşənə qədər sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.